sonuncudur. Deməli, A nöqtəsinin linzada xəyalı hansıdır? A nöqtəsi bu nöqtədədir. A nöqtəsi bu nöqtədədir. Necə deyim bunu sizə? Tam ki, bunun xəyalı 2F-dən, cisim 2F-dən uzaqdadır da. Belə perpendikulyar endirin, baxın. 2F-dən uzaqda. Cisim 2F-dən uzaqda olanda toplayıcı linzada xəyal harda alınırdı? F ilə 2F arasında olur. Cavab 2, Y variantı. Proyeksiya aparatı. Proyeksiya aparatı böyüdən, cisimləri böyüdən aparatdır da. Proyeksiya aparatında deyir, xəyalın alınması üçün, aydın xəyalın alınması üçün harda yerləşdirilməlidir? Aydın xəyalın alınması üçün 2F ilə F arasında yerləşdirirsən ki, bunu gedib 2F-dən uzaqda böyüdülmüş həqiqi dərsin, böyüdülmüş həqiqi xəyal alınsın. Sonra linzanın deyir, böyütməsi 1-dir. Onda xəttkeşlə linza arasında məsafə nə qədərdir? Əlbəttə ki, onda əgər böyütmə 1-dirsə, demək bu 2 qat fokusda yerləşib ki, onun böyütməsi 1 olub. Çünki eyni boyda alınıb da, yəni bunu sizə siqnal göndərir ki, yəni G1-dirsə, xəyal eyni boyda alınıb. Xəyal özü boyda yalnız 2F-də alınır. Və həmin məsələ burada da var. Demək, həmin məsələ deyil, sadəcə toplayıcı linza deyir 40 sm məsafədə yerləşib, yəni cisim məsafəsi 40 sm-dir. Özü boyda xəyalanırsa D 2F-ə bərabər. Onda F-dik qüvvəni tapmaq üçün F bərabər D bölü 2 olur. D bölü 2. Vəsə, çox asandır. Məsələn, baxaq 89-a. Deyir, cismi bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə onun linzada alınan xəyalı. Deyir, 1-dən 2-yə çəksin. 1-dən 2-yə çəkirsənsə, onda xəyalı 2F-dən uzaqda alınır. Necə alınır? Linza xəyaldan uzaqlaşar və ölçüsü böyüyər, Y variantı. Sonra nə bilim, nə deyim sizə? Baxaq buna. Sındırma əmsalları N1, N2, N1, 3 müddətini göstərmişdir. Mühitlərin sındırma əmsalları arasında hansı münasibət doğrudur? Ən kiçik bucağı olan budur. Yəni, üçüncüdür. Sındırma əmsalı ən kiçik. Orta budur. Ən böyük də budur. Bax, olacaq. Ona görə N1 böyükdür N2-dən, o da böyükdür N3-dən. Bu belə. Sonra gələk bura. Baş optik oxa paralel olaraq linza üzərinə düşən işıq şüası linzadan keçdikdən sonra müstəvi güzgü üzərinə düşür. Keçdi, güzgünün üzərinə düşür. Güzgüdən qayıdan şüaların istiqaməti hansı rəqəmlə göstərilmişdir? Bax, baş optik oxdan keçdi, sındı, 2 nöqtəsi olmalıdır. Hamısını eyni qaydada eləyirsiniz. Burada da, burada da. Burada da əlbəttə ki. Məsələn, bunu cisim toplayıcı linzanı 2 dəfə bölmüşək. Cisimlə xəyal arasındakı məsafənin cisimlə linza arasındakı məsafəyə nisbətini hesablanır. Cisimlə xəyal arasındakı məsafə S bərabərdir D, G üstəgəl 1 düsturu ilə hesablanır. Həmin düsturdan istifadə eləyərək onu tapmaq mümkündür. Sonra baxaq bura. Deyir, işıq havadan şüşəyə keçir. Havadan şüşəyə keçir. Şüşə daxilində şüşənin yolu göstərmişdir. Bax bu, tam qırıq xətlərini göstərir. İşıq havadan şüşəyə keçir. Şüşə daxilində şüanın yolunu göstərin. Sizdən soruşur. Tam ki, bu işıq şüasıdır. Sındıqdan sonra bu sınmalı da. Belə sına bilməz ki, belə sınmalıdır. Sındıqdan sonra 4 nöqtəsindən keçir. Yəni, onun yolu 4-dür.
Hansı halda, hansı ifadələr doğrudur? Sudan havaya keçən işıq şüası. Əgər sudan havaya keçirsə, sudan havaya istəyir, havadan suya keçsən fərqi yoxdur. İstiqamət heç vaxt dəyişmir. Hər ikisində istiqamət dəyişməməlidir. Amma sudan havaya keçdiyinə görə sürət artacaq. Çünki suda sürət havadakı sürətdən azdır. Sürət artacaq, yayılma istiqaməti isə dəyişməyəcək. Bu da sizin axırdakı çətin tipli testləriniz. Nəysə sizdə. Videoları like